Salam, hər vaxtınız xeyir Təzavvadi sakinləri. Sizə aprel ayında fondumuza toplanan və xərclənən pullar haqqında məlumat vermək istəyirəm. Bu ay fondumuza keçən aydan qalan pulla bərabər 5012 manat pul toplanıb. Keçən ay acınacaqlı vəziyyətdə yaşayan aztəminatlı bir ailənin həyat şəraitinin yaxşılaşdırılması üçün evinin təmirinə başlanılıb. Bu ayda bu iş davam etdirilib və bunun üçün ümumilikdə 1792 manat pul xərclənib. Bu puldan 31 aztəminatlı ailə ərzaq yardım edilib. Bunun üçün 1841 manat pul xərclənib. 100 manat kəndimizdən olan aztəminatlı bir şəxsin müalicəsinə pul ayrılıb. 300 manat 3 aztəminatlı ailədə olan tələbə qızımızın kirayə pulunun ödənilməsinə yardım edilib. 110 manat kənddə işıqforun quraşdırılması zamanı zəruri bəzi vasitələrin alınmasına və orada işlənən fəhlələrə xərclənib. 25 manat isə kənd qəbristanlığından zibillərin daşınması üçün pul xərclənib. 50 manat yol kənarlarının hamarlanması üçün ekskavatora verilib. Hal-hazırda isə fondumuzda 894 manat pul qalmaqdadır. Mən buradan fonda dəstək olan hər kəsə öz təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə bu bir neçə ay ərzində həm işıqların çəkilməsi zamanı, işıqforun qurulması zamanı, burada işləyən fəhlə və ustaları pulsuz yeməklə təmin elədiyi üçün Gənclik kafesinin kollektivinə və sahibinə öz təşəkkürümü bildirirəm. Bahar gəlir yurdumuza. Günəşin isti nəfəsi ilə torpaq cana gəlir. Yerdə, göydə canlı adına hər nə varsa bahar ovqatına köklənib. İndi az qala quru daş da belə çöl çəmən kimi göyərmək həvəsindədir. Qışın boz bulanlıq rəngləri əriyib getdikcə meşələrin, düzlərin, dərə-təpənin üzü gülür. Çayların, göllərin qırışığı açılır. Yazın ətri gəlir xəzəl basmış çığırlardan. Hardasa kol dibindən qorxa-qorxa baş qaldıran bənövşə mavi səmaya baxıb xəfif-xəfif gülümsüyür. Bəli, yaz hər gəlişində təzədir. Hər gəlişində sanki onun gözəlliyini ilk dəfə duyursan.